Allah rəhmət eləsin. Burada da Əhmədov Şirin müəllimin məzarıdır. Ruhu şad olsun. İndi qəbir daşlarını bir balaca erməni vandalları vurub dağıdıblar. Amma buna baxmayaraq məzarının yeri məlumdur. Kənddə Noruzlu kənd orta məktəbində müəllim olub, ağsaqqal adam olub. 2-ci Dünya müharibəsinin iştirakçısı olub. Ruhu şad olsun. Və burada da yaxınlıqda özünüz görəcəksiniz. Allah rəhmət eləsin. İsmail, mən oranı qoy, lentiyalım. Allah rəhmət eləsin. Rəhmətlik Rafiq Şirinoğlu Əhmədovun məzarıdır. Bu mənim bacım qızlarının atasıdır. Şirin müəllimin, Həzər xalanın övladıdır. Ruhu şad olsun. Gənc yaşlarında hüquq mühafizə orqanlarında işləyibdi. Uzun müddət səmərəli, təcrübəli işçi kimi həmişə hörmət izzət sahibi olubdur. İndi qəbirstanlıqda, kənd Noruzlu qəbirstanında gəlmişik. Bax burada ziyarətini edirik. Ruhu şad olsun. Övladlarının canı sağ olsun. Nəvə nəticələrinə Allah qorusun. Ruhu da şad olsun ki, ondan sonra ailəsi, övladları öz ləyaqətli ömürlərini yaşayırlar. Allah Rafiqə rəhmət eləsin. Ruhu şad olsun. Amin. Ələmdar müəllim, mən, İsmail qardaşımız gəlmişik burada ziyarətinə. Tahir qardaşımız, Ələmdar müəllim buradadır. Ruhu şad olsun. Məkanı cənnət olsun. Övladlarına, yerdə qalan nəslin damcılarına da sağlamlıq arz edirik. Ruhuna Fatihə olsun. Amin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Köçər baba bir daha Noruz bayramının ərəfəsində xalqımız Noruz şənliklərinə hazırlaşır. Xalqımızın tarixində çox əhəmiyyətli yoxdan Noruz bayramında insanlar həmişə gedirlər, nafat çəkirlər. Dünyasını duyan, qəbirstanlıqda olan əzizlərini ziyarət edirlər. Elə biz də bu məqsədlə bugünlər gəldik sənin ziyarətinə. Ruhu şad olsun. Noruz əlamət olaraq bu səməni sənin məzarın üstünə qoyuram. Amin. Gün o gün olsun ki, torpaqlarımız azad olduğumuz kimi insanlarımız öz vətənlərinə qaçsın. Hər bayramlar ərəfəsində mütəmadi olaraq sənin məzarını ziyarət edək. Ruhu şad olsun. Amin. Amin. Allah dünyadan keçənlərimizə rəhmət eləsin. Evet, düşünemedik şeydi. Allah rəhmət eləsin, Allah qəni rəhmət eləsin. Allah Fatihə olsun. Amin. Sağ olun, əziz qardaşlar sizdə. Allah köməyiniz olsun. Sağ ol müəllim. Allah dünyadan Allah ziyarətinizi qəbul eləsin. Çox sağ olun. 33 yıldan sonra gəldiniz. Bəli. Allah rəhmət eləsin. Ruhları şad olsun. Bütün qəbirstanlıq əhlinin ruhu şad olsun. Bu qəbirstanlıqda uyuyan bütün Noruzlu əhlinə, rəhmətə gedən burada uyuyan insanlara rəhmət olsun. Kimin əzizləri var, kimin yaxınları var. Bir çox məzarları axtarırıq, tapa bilirik, tapa bilmirik. Amma qəlbimizdə hər birinə burada dualar edirik, ruhlarına Fatihə çeviririk. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Köçər babanın da ruhu şad olsun. O cümlədən Zərzibən ananın, yaxınlıqda da Zərzibən ananın. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sağ olun.